Allah buyurur ki, Allaha məhəbbətiniz varsa tabi olun Peyğəmbər. Amma Şura surəsinin 23-cü ayəsində Allah Peyğəmbərə örgədir. Peyğəmbər ki, o əzəmətdə Peyğəmbərdir. Cəmaat gətirirdi, hamısı ona hədiyyə verirdilər. İstəyirdilər Peyğəmbərə təşəkkür eləsinlər. Allah Cəbrayili göndərdi, ya Cəbrail, get deyinən Peyğəmbərə, o cəmaata deyinən ki, onlar sənə əgər təşəkkür eləmək istəyirlərsə, sənin əhl-i beytini sevsinlər. Məvəddət eləsinlər. O ayədə məvəddətdir, bu ayədə məhəbbətdir. Bu məhəbbət məlum oldu, Peyğəmbərə tabi olmaq. Amma o ayədə əhl-i beytə məvəddət eləyir. Məvəddətlə məhəbbətin fərqi buradadır ki, məhəbbət qəlbdə olur, məvəddət xaricdə olur. Məsələn, elə bu ayəni götürək. Elə ki, sən Allahı sevdin, məhəbbət elədin, Peyğəmbərə tabi olmaq o məvəddətdir. Artıqsa o işi icra elədin.